Salam dostlar. AliExpress'ten siparişimiz geldi. Realme 13 Pro Plus telefonu, 12 RAM, 256 yaddaş, süni intellekt 5G dəstəkləyir. Qarabqasından 80 Watt sürətli enerji adaptörü, çixol, süni dəri effekti var. Kabel USB-C, USB. Bir de telefonun özü. Deməli, telefon Çin versiyası. Mən sifariş eləmişəm. Qiyməti kifayət qədər ucuz, yəni uyğun olduğuna görə. Göstərirəm, arxası şüşə, oval ekran, 120 Hz AMOLED ekran. Telefon haqqında məlumat. Deməli, qarabqadan rus dilini dəstəkləyir və bir neçə digər dil var. Türk dili yox idi. Telefon haqqında məlumat. Baxaq. Deməli, 256 GB, 12 GB RAM, ekran 6.7 düymov, 5200 mAh batareya, prosesor Snapdragon 7S Gen 2. Kameralarda 32 megapiksel selfie kamera, 50 megapiksel, əsas kamera 8 megapiksel, geniş bucaqlı 50 megapiksel periskop kamera. 6x-ə qədər keyfiyyəti itirmədən yaxınlaşdırma qabiliyyətinə malik kamerası var. Ümumilikdə 120x yaxınlaşdırma eləyə bilir. Qarabqadan Android 14 çıxır. Realme UI 5. Deməli, Çin telefonlarında hər bir şey, Çin versiyası telefonlarda Çin proqramları gəlir, Çin bazarı üçün nəzərdə tutulub. Deməli, bizə lazım olmayan bütün proqramları silirik. Silinməyənləri bir papka şəklində yığırıq. Sonra Google Play-i APK fayl formasında quraşdırırıq. Google Play-dən istənilən proqramı yükləyirik, istifadə edirik, heç bir problem olmadan. Ya da deməli, telefonun proqram versiyasını dəyişdirmək də mümkündür. Qlobal versiya yazmaq mümkündür. Belə. Telefon yüngül, çox gözəl. Əldə yatımlı. Əldə çox gözəl oturur. Belə. Yenə nə sualınız olsa kommentlərdə yazın. Hamısını cavablayarıq. Deməli, o birisi videomuzda Google Play-i quraşdırıb, bütün proqramları quraşdırıb ümumi baxış videosu çəkərəm. Kamerasını açım. Deməli, 0.6 geniş bucaq. Bir əsas. 2 dəfə yaxınlaşdırma. 3 dəfə yaxınlaşdırma.
6 dəfə yaxınlaşdırma. 2 dəfə yaxınlaşdırma. Şəkil çəkək. Kifayət qədər təmiz çəkir. Video çəkilişlərdə stabilizasiyanı dəstəkləyir. Full HD 60 FPS, 4K 30 FPS video çəkilişləri var. Telefonunuzu işlək hala gətirəndən sonra, lazım proqramları yükləyəndən sonra bir daha video çəkərəm. Nastroykaya girək. Ayarlar bölümündə göstərir ki, yenilənmə var. Bəli, yenilənmə gəlib. Axtarış verir. Bəli. 7 GB yenilənmə. Yəqin ki, bu Android 15, Realme UI 6 olacaq. Deməli, dilləri göstəreyim. Mən Rusça seçmişəm. Burada İngilis dili, Fransız, İndonezya, Malezya, Ərəb, Hindistan, Yaponiya var. Deməli, bizə uyğun olan belə deyək də, ya İngiliscə, ya Rusça istifadə. Mən Rusça istifadə edirəm. Amma qlobal versiya yazılandan sonra bütün qlobal proqramları, dilləri, hər bir şeyi dəstəkləyəcək. Hələ ki, fikirləşirəm ki, Çin versiyasında istifadə edeyim. Sonra qlobal versiya yazaram. Deməli, Çin versiyasında həmçinin NFC də işləyir. NFC də problemi yoxdur. Buradan NFC aktiv olunur. Ekran parlaqlığı kifayət qədər yüksək. Hələ ki, bu qədər dostlar. Sualı olan versin. Kommentariyalarda inşallah cavablandırarıq. Növbəti videoda görüşərik inşallah.